Bugün Aspas Marketing Agentliyinin dəyərli simalarından biri Şəbnəm xanım kamerama tuş gəldi. Çəkilişdən əvvəl ənənəvi hazırlıq prosesi başladı. Boğaz islatmaq, qeydləri son dəfə gözdən keçirmək və əlbəttə bir dublə də çəkək daha yaxşı olsun mərhələsi, amma bütün diqqət bizim üzərimizdədir. Yavaş-yavaş gedir. biraz həyəcan, biraz gülüş, biraz da təkrar çəkilişlərdən sonra Şəbnəm xanım suallarınızı cavablandırmağa məncə tam hazır idi. Əksinə belə eləyin, damcı. Hə, bax elə. Biz də kameranı işə saldıq. Başlayırıq. İndi isə keçək Aspas Marketing Agentliyinin gördüyü işlərə. Dostlar, Az Plus başladı. Əsasən də bu suala cavab axtardıq. Müştəri niyə bizi seçməlidir? Bilirsiniz də, bugün bazarda görünmək kifayət deyil. Fərqlənmək lazımdır. Müştəri sizi tanımırsa, siz yox kimisiniz. Və ya müştəri tanıyır, amma sizi seçmirsə, demək təqdimatınız zəifdir. Bəs nə idi? Onda buradan başlayaq. Bir video roliki hər kəs çəkə bilər, amma hər kəs brend olaraq fərqlənə, satışa işləyən vizual strategiya qura və ya yadda qala bilməz. Video istehsalı, reklam çarxları, sosial media kontentləri, brend təqdimatları hamısı bir məqsədə xidmət etməlidir. 1. Müştəri sayını artırmaq. 2. Satışı gücləndirmək. 3. Brendi insanların yaddaşına yazmaq. Gəlin görək, hər kəs buna eləyə bilirmi? Xeyr, məhz bu probleminizin olmaması üçün Az Plus komandası olaraq biz buradayıq. Əgər siz də reklamdan real nəticə gözləyib büdcənizin geri dönüşünü görmək istəyirsinizsə və brendinizi peşəkarları etibar etmək niyyətindəsinizsə, bizə yazın, bizi tapın. Məsləhət ki, pulsuzdur.